Salam Mitsubishi sürənlər və Mitsubishi L200 həvəskarları. Demək, bunun motorunu sıfırdan yığmışam. İndi qardaş 5000 sürüb. Gətirdi, salika filtridir, hava filtridir, yağ filtridir. Hamısı dəyişilibdir. Deyə buradadır hamısı da. Bu hava filtridir. Fikir versiz nə günlədir. Bunu heç olmasa arada bir təmizləmək lazımdır. Bu formada sürmək olmur. Salika filtri də budur. Bu da it günündədir. Salikan yaxşı yerdə vurulmayıb, yaxşı deyil. Nəzərə çatdırım ki, vaxtında salika filtridir, hava filtridir, yağ filtridir, bunlar dəyişilməlidir. 5000-dən bir. Hava filtridir, yağıdır, yağ filtridir, salika filtridir və bunlar dəyişilməlidir hamısı. Bunları nəzərinizdən qaçırmayın. Bunlar dəyişilməyən halda maşının çəkimidir, sonra yağ yeməyidir. Çox elə bir yaxşı yağ tökmürlər, çox sürürlər, başlayır motor yağ yeməyə. Sonra farsunkanın tutulmasıdır, maşının çəkimidir, hamısı bunların fərq eləyir, nə qədər. Vaxtında dəyişilməyəndə. Vaxtında dəyişiklik olanda maşına hər bir şey öz qaydasında olur. Çəkimi də yerində olur, kodlamağın yerində olur, maşın insanı incitmir, şofer incitmir. Bunlar hamısı vaxtında eləyəndə hamısı gözəl olur. Bunlar vaxtında hamısını dəyişmək lazımdır. Diqqətiniz üçün çox sağ olun.